səhv bilirsiniz. Səhər saat 7-də durun. O qədər özümü imtahanlara fokuslamışdım ki, bütün bildiklərinizi unutursunuz. Həyatınız sadəcə imtahandan ibarət olmaz. Daha sonralar heç vaxt gəlmir. Mütləq şəkildə. Üzülməyin deyə bilmərəm sizə, amma həyatı yaşamağı da unutmayın. Hər kəsə salamlar dostlar. Bugün yeni bir video ilə qarşınızdayım. 9-cu siniflər üçün məsləhətlər videosu çəkmək istəyirəm. Bu videonun 10-cu və 11-ci siniflər üçün olan halında kanalımda tapa bilərsiniz. İlk olaraq sizə verə biləcəyim ən önəmli tövsiyə yaxud da məsləhət bu ola bilər ki, əgər ailəniz də razıdırsa, özünüz də biraz istəklisinizsə, məncə universiteti xaricdə oxuyun. Yəni xaricdə oxumaq üçün hazırlaşın. Azərbaycanda qəbul imtahanına hazırlaşmayın demərəm, amma ən əsas fokusunuz xaricdə oxumaq olsun. Bunun bir neçə əsas səbəbi var. Birincisi, xaricdə təhsil Azərbaycandakından çox daha yaxşıdır. İkincisi, xaricə çıxırsınız, başqa bir ölkədə yaşayırsınız, oranın mədəniyyətini görürsünüz, oradakı tələbə həyatını görürsünüz ki, Azərbaycanda demək olar ki, tələbə həyatı yoxdur. Bundan əlavə tək yaşayırsınız, yeni şeyləri tək başınıza türklər demiş deneyimləyirsiniz və bütün problemlərinizi özünüz həll etməyə çalışırsınız. Bu ilk başda biraz sizə göz qorxuducu gəlsə də, məncə çox möhtəşəm bir şeydir və sizi normalda yaşadıklarınızdan çox daha irəliyə aparan bir şeydir. Mən tövsiyə edərdim ki, əgər ailəniz də razıdırsa, xaricdə oxuyun. Mən bu qədər xaricdə oxuyun deyirəm. Bir neçə videomda da bunu deyirəm. Məndən soruşa bilərlər ki, bəs yaxşı sən nə üçün oxumamışdın? Hər kəsə bu qədər oxuyun deyirsinizsə, sən nə üçün oxumamısan? Çünki mənim ailəm o vaxt razı deyildi. Mənim atam düşünürdü ki, xaricdə gedib oxuya bilmərik, xaric təhlükəlidir, biz orada başa çıxa bilmərik heç bir şeylə və s. Hal-hazırda bacım biri xaricdə oxuyur, mənlə böyük bacım keçən il gəlmişik. Yəni qısacası belə, vaxt keçdikcə valideynlərimiz də dəyişir, ona görə də onları daha əvvəlcədən xaricdə oxumağınıza ikna edin deyərdim mən. İndi isə gələk valideynləri xaricdə oxumağa icazə verməyən tələbələrə, bəs bu tələbələrə nə kimi məsləhətlərim ola bilər? İlk olaraq onu deyim ki, hazırlıqlar üçün müəllim seçimi. Müəllim seçimi həqiqətən çox önəmlidir. Bir müəllim çox savadlı ola bilər, çox yaxşı ola bilər, bütün tələbələri olmasa da tələbələrin çox böyük bir hissəsi yüksək ballar toplayaraq universitetlərə qəbul ola bilər. Amma o müəllim eyni zamanda sizin üçün uyğun bir müəllim olmaya bilər. Həmin müəllimin metodikasını bəyənməyə bilərsiniz, dərs keçmə tərzini anlamaya bilərsiniz. Ya da ola bilər ki, sinifdə çox adam var, çox şagird var. Ona görə də müəllim sizin bütün suallarınızı cavablandırmağa çatdırmır ya da utanırsınız, sual verməkdən çəkinirsiniz və s. bu kimi bir neçə səbəb ola bilər. Əgər belədirsə, mən sizə müəlliminizi dəyişməyi tövsiyə edərdim. Hətta deyərdim ki, bir fəndə zəifsinizsə, yəni bazanız o qədər də yoxdursa, onda mütləq şəkildə daha az abituriyenti eyni qrupda birləşdirən müəllimləri tövsiyə edin deyərdim. Dostlar, daha sonra sizə onu deyə bilərəm ki, çalışın ki, hər dərsi öz vaxtında öyrənin. Yəni hər mövzunu öz vaxtında öyrənin demək istəyirəm. Məsələn, ola bilər ki, üçbucaqlar mövzusunu çox yaxşı anlamamısınız. Bugün başdan soldu yazım ya da düsturları başdan soldu öyrənim, vaxtım olanda, həftə sonu, nə bilim, ay sonu, 2 həftə sonra tətilə çıxanda və s. bu mövzunu daha yaxşı öyrənərəm deyib bugün başdan soldu eləməyin o dərsi. Çünki o daha sonralar heç vaxt gəlmir. Normal olaraq tapşırıqlarınızın sayı artır, başqa fənlərdən də yığılmalar olur. Bəzən görürsünüz ki, o həftə sonlarına, o tətillərə, o bayramlara müəllimlər hazırlıqlar sanırlar və ən son nəticə olaraq siz eləməyi düşündüyünüz tapşırıqları, mövzunu həmin vaxt oxuya bilmirsiniz. Hətta dərslər çox vaxt, məsələn, riyaziyyatdan nümunə verə bilərəm, bir-birinə əlaqəli olur. Buna görə də bugün bu dərsi daha zəif öyrənəndə sabah növbəti dərsi də tam yaxşı öyrənə bilmirsiniz. Ona görə də çalışın ki, hər dərsi öz vaxtında çox yaxşı oxuyun. Çünki həqiqətən də o daha sonralar heç vaxt gəlmir. Bu təcrübə ilə sabitdir. Bu arada universiteti də bitirmişəm, məktəbi də bitirmişəm. Ona görə də sizə bunu çox əminliklə deyə bilərəm. Bir digər ən önəmli maddələrimizdən biri də budur ki, başa düşmədiyiniz hansısa bir sual olanda bunu mütləq şəkildə ya müəllimdən, ya da dostlarınızdan, hazırlıq yoldaşlarınızdan kimdənsə soruşun. Çox vaxt anlayıram, uşaqlar çox sualları olanda müəllimə verməkdən çəkinirlər. Çünki müəllimin gözündə zəif tələbə imajı yaratmaq istəmirlər ya da bezdirdiklərini düşünürlər ya da bir dərs ərzində çox sual verəndə digər uşaqların ona qıcıq olacağını düşünürlər. Özlərini narahat hiss edir və s. Əgər dərs müddətində müəllimə verə bilmirsinizsə, bunu suallarınızı dərsdən sonra da müəllimə verə bilərsiniz ya da dostlarınızdan, tanışlarınızdan soruşa bilərsiniz. Amma mütləq şəkildə bilmədiyiniz ya da səhv yazdığınız sualları soruşun. Yoxsa çünki heç vaxt öyrənə bilməyəcəksiniz o sualları tam olaraq. Bir digər məsləhət olaraq isə dostlar, sizə onu deyərdim ki, əgər hər hansısa bir test işləyəndə orada səhv yazmısınızsa hansısa sualı, mütləq şəkildə o sualın həllinə baxın. O sualın necə həll olunduğunu mütləq şəkildə baxın. Çünki baxmasanız,
Ola bilər bəlkə də mexaniki səhvdir ya da hər hansısa məsələn bir şey unutmusunuz. Nəsə də bir texniki bir səhv eləmisiniz orada, ondan qaynaqlana bilər. Amma ola da bilər ki, siz onu həqiqətən yanlış bildiyiniz üçün, yəni yanlış yazmısınız. Və əgər siz o səhvlərinizə baxmasınız, səhvlərinizin nədən qaynaqlandığını öyrənməsəz, əmin eləyə bilərəm ki, siz o testi 10 dəfə də işləsəz fərqli vaxtlarda yenə səhv yazacaqsınız. Çünki o sualın cavabını səhv bilirsiniz. Ona görə də mütləq şəkildə yazdığınız səhv sualların həllərinə baxın. Hətta nə edə bilərsiniz? Məsələn, mən özüm hazırlıq vaxtında eləyirdim belə. Hansısa bir sualın cavabında məsələn səhv yazmışsınız və o sualı tam olaraq anlamamışsınız. Test kitabçanızın yuxarısına həmin sualların nömrəsini sadə karandaşla yaza bilərsiniz. Növbəti dəfə 2 ay sonra oranı açanda ya da kitabı vərəqləyəndə görürsünüz, 10 səhifə əvvəldən sualın nömrəsini yazmışam. Qayıdıb o suala baxırsınız. Görürsünüz ki, indi bu dəfə nə cavab tapacaqsınız. Yəni həqiqətən çox faydalı olur. Ona görə də ki, tövsiyə edərdim. Mütləq şəkildə səhvlərinizə baxın. Daha sonra isə dostlar, sizə verə biləcəyim bir digər ən önəmli məsləhətlərdən biri də bacardığınız qədər 9-cu sinifdə çox yaxşı oxuyun. Əslində 9-cu sinifdə çox yaxşı oxumağınız 10-11-ci sinif üçün təməldir və 10-11-ci sinifdə işinizi asanlaşdıracaq. Bunu sizə əminliklə deyə bilərəm. Özümdən sizə nümunə verim. Mən 9-cu sinifdə oxuyanda Azərbaycandan demək olar ki, yox qədər az bilirdim. O qədər zəif bilirdim ki, yəni həqiqətən Azərbaycandan demək olar ki, heç nə bilmirdim. Amma mən 9-cu sinifdə Azərbaycan dilini o qədər super bir şəkildə öyrəndim ki, mənim artıq 10-11-ci sinifdə Azərbaycan dilini oxuduğum, o əvvəldən oxuduğum qaydaları təkrarlamağıma qətiyyən ehtiyac olmurdu. Düzdür, burada müəllimin də rolu var idi. Bizə həddən artıq çox test işlədirdi. Ona görə də unutma ehtimalımız olmurdu. Amma sizə onu deyə bilərəm ki, 9-cu sinifdə çox yaxşı oxusaq, 10-11-də həqiqətən işiniz asanlaşacaq. Mən məsələn Azərbaycan dilini 10-11-ci sinifdə sadəcə normaları və üslubları öyrənmişdim ki, bu da 9-cu sinifdə yox idi da, yəni materialda yox idi deyə 10-11-də öyrənmişdim. Ona görə də ki, 9-cu sinifdə oxumağınız həqiqətən 10-11-də işinizi daha rahatlaşdıracaq. Hətta bizim dövrümüzdə xarici dil yox idi. Sadəcə Azərbaycan dili riyaziyyatdan imtahan vermişdik. Səhv eləmirəmsə 2018-ci il idi də mən 9-cu sinifdə oxuyanda. Və o iki fəndən imtahan vermişdim. Mənim riyaziyyatım ümumiyyətlə həmişə uşaqlıqdan çox yaxşı olmuşdu deyə riyaziyyatda heç bir çətinlik çəkmirdim. Amma 9-cu sinifdə Azərbaycanı çox yaxşı oxumağım 10-11-ci sinifdə çox faydasını gördüm. Daha sonra isə bir digər məsləhət olaraq ona deyə bilərəm ki, sınaq imtahanları mütləq şəkildə çoxlu sınaq imtahanlarına gedir. 9-cu sinifdə bildiyim qədərilə DİM özü sınaq imtahanı keçirmir, amma ola bilər misin, güvənin ola bilər, başqa hansısa da hər hansısa bir kursu o sınaq imtahanlarında iştirak etməyə çalışın. Xüsusilə də əgər imtahanda özünüzü itirirsinizsə, bütün bildiklərinizi unutursunuzsa, çox ciddi vaxt problemləri yaşayırsınızsa və s. Bu kimi əgər problemləriniz varsa, ümumiyyətlə tövsiyə edərdim ki, sınaq imtahanlarına gedin. Çünki artıq o qədər o imtahanlarda iştirak edirsiniz. İmtahana girmək sizin üçün adiləşir. Özünüzü heç kasmırsınız, türklər demiş, çox rahat hiss edirsiniz. Və həqiqətən yaxşı olur. Bundan əlavə də bildiklərinizi təkrarlayırsınız. Üstünüzdə bir məsuliyyət olur ki, bəs məsələn mən 2 həftə sonra sınaq imtahanına girəcəm, təkrarlayım, onu da yaxşı oxuyum, bunu da yaxşı oxuyum, vaxtında yaxşı oxuyum ki, imtahanda yadımda olsun və s. Ümumiyyətlə bu həqiqətən çox yaxşıdır və çox inkişaf elətdirən bir şeydir. Daha sonra isə dostlar, sizə bir digər məsləhət olaraq onu deyə bilərəm ki, əgər imtahanda artıq buraxılış imtahanını vermişsiniz kimi düşünün, imtahanda hədəflədiyiniz, istədiyiniz balı toplamamısınızsa, yaxud da məsələn qırmızı attestat almaq niyyətiniz, istəyiniz var idisə, amma o attestatı ala bilməmisinizsə, üzülməyin deyə bilmərəm sizə. Çünki anlayıram, insan əziyyət çəkəndən sonra həqiqətən o əziyyətinin bəhrəsini görmək və o istədiyi şeyi əldə etmək istəyir. Buna görə sizə qətiyyən üzülməyin deyə bilmərəm ki, bu çox məntiqsizcə olardı məncə. Amma yəni onu deyərdim ki, siz əgər o hədəflədiyiniz balı toplamamısınızsa, yaxud da qırmızı attestat almamısınızsa, həqiqətən dünyanın sonu deyil. Yəni mən bunu 11-ci sinifdə buna çox oxşar bir situasiya yaşamış biri olaraq sizə deyə bilərəm ki, həqiqətən dünyanın sonu deyil. Həyat davam edir, sizin üçün gələcəkdə çox daha fərqli hədəfləriniz, istəkləriniz olacaq və illər keçəndən sonra görəcəksiniz ki, həqiqətən o qədər üzülməyə dəyməzmiş o vaxtlar buna. Daha sonra isə bir digər sizin üçün çox önəmli deyə biləcəyim bir məsləhət və mənim təəssüflər olsun ki, məktəb vaxtında qətiyyən əməl eləmədiyim bir şeydir. Həyatı ertələməmək. Mən həyatı çox ertələyirdim. Mən ümumiyyətlə məktəb dövründə o qədər özümü imtahanlara fokuslamışdım ki, hər şeyi ertələyirdim. Hətta mən düşünün ki, doğum günlərimə belə qeyd eləmirdim ki, imtahanım var, nə bilim sabah hazırlığım var, bugün doğum günümü qeyd eləsəm, sabahki hazırlığı necə çatdıracağam və s. belə şeylər düşünürdüm də, yəni düşünün indi siz. Ona görə də ki, mən sizə deyərdim ki, həyatı ertələməyin. O bayramı qeyd eləyin, o ad gününə gedin, o doğum gününüzü qeyd eləyin. O əyləncəyə gedin, nə bilim,
Hər şey eləyin də. Amma yəni təbii ki, ay bunu eləyirəm deyə dərsimi eləməyim, söhbəti də eləməyin. Məsələn, bu gün axşam harasa çıxacaqsınız ya da bayram olacaq. Ona görə səhər məsələn saat 10-da duracaqsınız. Səhər saat 7-də durun. 7-dən 10-a qədər o dərsi oxuyun. Daha sonrasında bayrama mı gedirsiniz? Nə bilim, ad günümü qeyd edirsiniz, gəzməyə mi gedirsiniz? Nə edirsinizsə eləyin, amma həyatın hər alanında olun. Həyatı hər cəhətdən yaşayın ki, bezməyin və həyatınız sadəcə imtahandan ibarət olmasın. Çünki elə olanda həqiqətən bir yerdən sonra isə çox sıxıcı olur. Nəysə, bu qədər. Mənim sizə verə biləcəyim tövsiyələr bunlardır. Öz 9-cu sinif həyatımdan da çıxartdığım dərslərdən biri də əslində belə deyil. Həyat həqiqətən irəlidədir. Həyat çox daha gözəldir. Gələcəkdə istəkləriniz, hədəfləriniz çox daha fərqli şeylər olacaq. Ona görə də 9-cu sinifdə çox yaxşı oxuyun, özünüzə güvənin, özünüzə inanın. Hər kəsdən, hər şeydən çox siz özünüzə güvənin. Onda əmin olun ki, hər şey çox daha gözəl olacaq. Amma həyatı yaşamağı da unutmayın. Bay bay. Bu arada dostlar, xahiş edirəm kanalıma abunə olmağı, videoma like atmağı, videoma rəylər yazmağı. Əgər 9-cu sinif deyilsinizsə, daha yuxarı siniflərsinizsə, siz də 9-cu siniflərlə öz məsləhətlərinizi bölüşməyi unutmayın. Növbəti videolarda görüşərik. Bay bay.